karşınızdayız. Bugün başarıları farklı olarak size Minecraft Survivor dünyamı göstermek istedim. Sırf eşitmence Minecraft Survivor dünyası. Ne? Bakın burada çok çetin hallarda kasıldım. Öyle dostlar böyle baksak. Biraz envanterim temizlemişim dostlar. Envanter temizlemişim videodan qabaq. Doğrucu olsun diye. Buna görə ki, sizinle buralar falan yazmaya başlayaq. Belə beyzləri falan hər yeri dostlar sizə göstərəcəm. Məsələn, düzəltdiyim evləri və s. falan. Yani çox malzemeden qalmayıb. Məsələn, burada bizim gördüğünüz gibi koyunlarımızın falan farmı var. Bakın burada əkin belə xırdadır, böyük deyil. Əsas burada dostlar. Burada heyvanları falan elə bildiyiniz kimi çoxaldırıq. Artıq qoymuşam. Əsasən məndən gəlsin. Gördüğünüz gibi bunları oraya yığmaq dəhşət dərəcədə çətin oldu. Bizdə sonra fenerləri düzəltmək çətin oldu. O kadar bunların yerine o kadar çok ışıklandırma koymamışam. Çünkü ben hiç meşale düzeltmemişim. Yalnız fener ile aydınlatma falan eləmişəm dostlar. İşte siz birinci buradan başlayaq. Bunu düzeltmek için nedir da özüme icrıqlamışam. Portalın bu dəqiqə burada deyil. Malzemeler alt katta. Çaxmağım nerede olmadığı için kırılıp dünən gecə, daha doğrusu video başlamadan qabaq qəşəng bir zombilərlə falan çatışma oldu. Belə zombiler falan yandır deyəndə çaxmaq çat. Bir dəqiqə dostlarım buradan burada yoxdur. Şimdi aha buradan bir ədəd dəmir alaraq dostlar çakal. İstəyirəm nə də portalın indisini bir yerdə aça bilərik. Bir dəqiqə dostlar. Aha. Çıxartdığımıza görə bunu hemen çəkirəm. Buralar zaten yandırıram. Sonra zibilə də düşərik. Mənim obsidiyenlərim harda? Sizlərlə bir yerdə istəyirsiniz bizə nədir edək? Nedir portalı ya da ki burada dursun. Yani ben de bu dəqiqə nedir etmək istəmirəm. Bu burada dursun. İstəyirsinizsə buranı göstərim. Baxın. Mən bunu düzəldənə kimi canım çıxdı dostlar. Bu evi düzəldənə kimi. Yani çox malzemə qutarır. Məsələn fener və s. Bu çiçək ya, bu yarpaqlardır. Bunları falan tapana kimi öldüm. Dostlar, indi istəyirsiniz evin içine sizə göstərəm. Bakın. Görürsünüz burada kırmızı bir yatağımız var. Burada yerləşdirəbilir kitablıqlar və s. Burada stol. Yəni belə zəif dokunuşlar. Yəni bunu Survivor o kadar böyütmək istəmədim. Baxın. Burası sandık yeri, burası fırınlar. Yani o biri tarafta fırın yoktu. Çünkü bütün fırınlar burada çoktu. Gördüğünüz gibi. Dostlar bir de hemen açıp buraya çıkandan elimden malzemelerle falan ev eləmişəm.
Yəni ətrafı gəzməmişəm. İstəyirsiniz biraz ətrafda bir yerlərə baxaq. Yəni inanıram videoda bəxtim olar. Ona görə də ki bir şeylər çöy falan filan tapa bilərəm dostlar. Buna görə də ki istəyirsiniz ətrafa biraz baxaq. Bir də dostlar buraları falan yaddan çıxartmayaq. İtirərik. Yəni inanmıram o kadar çok şey olar. Yəni həqiqətən də inanmıram. Ona görə də ki bu tərəfdən gedəcəm. Ev düzəltmək üçün ən uyğun bölgə burası olduğu üçün mən burayı seçmişdim. Düz biyom olduğu üçün də buna da nasıl? Oh! Dostlar, bu nədir? Dostlar, videoda köy tapdıq. Bəxt. Bəxt. Bəxtə baxın. Təmizçisi var dostlar, bir dəqiqə. Ayrım qələm. Neyse. Dostlar köy var. Ne var? Bu kasa var. Götürelim bunu. Bakın bu söy var burada. İlk tapdığım köy bu da. Elə bəxtsiz bir siddəyəm ki dostlar. Tek tapdığım köy bu da. Bu Survivor dünyasında. Düşünün. Bu kadar yani bəxtsiz olan bir insan. Görmüsünüz? Onu bu köye başka videolarda daha dəqiqliklə baxacağıq dostlar. Başka videolarda görüşmək üzrə. Ya da peki dostlar. Başka videolarda görüşmək üzrə. Sağ olun. Salamat qalın.